Əxlaq ustadlarından biri incə buyurur. Həya insanı çirkin işlərdən çəkindirən ilahi əmanət hissidir. Həya əmanətdar insanın hissidir. Bilir bu mövcudiyyəti əmanətdir Allah tərəfindən. Onunla necə istifadə edəcək? Cavabdehdir. Əmanət kimi baxır gözünə, qulağına, dilinə, varlığına, mövcudiyyətinə, yaşamasına, ailəsinə, evinə, eşiyinə, hər şeyinə əmanət kimi baxır. Gözünə əmanət kimi baxsa, gözü harama baxar, baxmaz. Qulağına əmanət kimi baxsa, qulağı harama qulaq asar, qulaq asmaz. Ailəsinə əmanət kimi baxsa, Allah bəyənən bir rəftar sərgiləyər. Allah bəyənən bir rəftar sərgiləyər. Davamında buyurur əxlaq ustadlarından biri, ruh çirkin işlə üzləşəndə insan təsəvvüründə onun surəti yaranır. Pis əməl haqqında təsəvvür insandakı həya hissini oyadır. Bu zaman həya əməlin baş verməsinin və ya onun təkrarının qarşısını alır. İnsan günahla qarşılaşanda, günah onun təsəvvüründə canlananda, pis əməl canlananda, insanın içində həya hissi işə düşür. İşə düşürsə, o işi görməkdən çəkindirir. Əgər kimdəsə işə düşmürsə, deməli bizim toplumda ən pis ibarələrdən biridir də, həyası olmayan adama ən pis ibarə işlənir, həyasız adam deyilir. Deməli, hər kim Allah qatında günah eləyirsə rahat-rahat, həyadan uzaq deməli düşür. İslamın yanaşma və məntiqi budur. Yunus surəsində 61-ci ayədə Rəbbimiz buyurur: وَلَا تَعْمَلُونَ مِنْ أَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا. Rəbbimiz buyurur ki, وَلَا تَعْمَلُونَ مِنْ أَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا. Hər nə iş görsəniz, ona meşgul olduğunuz zaman biz orada hazır və sizə şahidik. وَلَا تَعْمَلُونَ مِنْ أَمَلٍ إِلَّا. Hər nə iş görürsünüz, neyle meşgul olursunuz, bundan başka cürdür ki kunna aleykum şuhuda. Ki biz orada hazır ve size şahidik. Rabbimiz diyor ki harda olursan o, ne vaziyette olursan o, ne durumda olursan o, biz orada, Rabbimiz orada hazırdı ve şahitti. İnsanın əməlləri Allah'ın huzurundadır. Burada əməl deyiləndə həm batini, həm də zahiri əməllərdə nəzər tutulur. Həm batindəki halımız nəzərdə tutulur, həm zahirdəki əməllərimiz nəzərdə tutulur. Allah'ın elmi həm batinimizə, həm zahirimizə var. Diqqətli olaq Allah huzurunda. Zahirlərimiz, daxillərimizin vəziyyətində diqqətli olaq. Həya eləyək. Həya ilə söy, işler qaydasına düşər. Mən fərqindəyəm, bir toplumda yaşayırıq, deyir ki, həya eləməyin. Öyrədir, deyir, həya eləmə. Əlbəttə, bir dənə mühüm mötərizə qeyd. Həya və yersiz utancaqlıq ayrı işlərdir. Biri dərs danışmıdır, mən həya elədim, utandım dərs danışmı, müəllimə cavab verir. Onun həyaya dəhli yoxdur, başqa bir şeydir. Dinimiz də pis baxır. Biri hakkını pozurlar, deyir mən utandım, həya elədim, dahi sesimi çıxartmadım. Nahaq yerə, o həyadır, başqa şeydir, onun dinimizə dəhli yoxdur. Ayrı şeylərdir. Həya odur ki, insan Allah dərgahında günah eləyəndə, xəta eləyəndə, pis iş görəndə tana və iləməyə, həcalət çəkər. Ya ayıbdır. Mərifəti bu həddə olar.